Cəmiyyətdə iki pis xüsusiyyət var. Batil sözə meyilli cəmatsızsınız. Boş sözü dildən dilə nəql edib inanan cəmatsız. Xoşunuz gəlir şaiyə inanasınız, əsassız sözə inanasınız. Əsassız sözə inanmaq içəridə bir mərəzdir, xəstəlikdir. Bir cəmiyyətin içindəki əsassız söz daha sürətlə yayılır. Xanım Zəhra deyir, bu Mədinə cəmiyyəti belə idi. Əsassız sözü şaiyəni at ortaya, dildən dilə nəql olunsun, hamıdan meyillidir inanmağa. Çünki batil söz həva-i nəfsinə uyğundur, sərf eləyir. Mədinələr deyir ki, siz şayələrlə idarə olunursunuz. Bir dənə sözü at ortaya, göydə tutacaqsınız və bütün sizin ictimai rəyiniz o batil sözün əsasında formalaşacaq. Bugün bəyən bu yoxdur, sosial şəbəkələr bunun ən bariz nümunəsidir. Mən dəfələrlə görmüşəm, bizim dövlətə, xalqa, millətə zidd olan sözləri xaricdən özünü azadlıq beşiği adlandıran dövlətlərdən elə mahir şəkildə onların əl-altıları vasitəsilə tamam əsassız bir sözü necə yeridiblər və dildən dilə ötürülüb və insanlar onu tirajlayıb. Bu çox təhlükəli bir xislətdir, xüsusiyyətdir. Batil sözə tələsməyən cəmaat olsa məsum qərib olmaz. Cəmaat əsassız sözü təsdiq eləməyə bir dənə tələsmə.